Diqqətli ürəyin dastanı, həyatın dərin səsləri qədim Azərbaycanın geniş dərələrində, dağların sərin və əzəmətli qoynunda, axan çayların sədası ilə nəbz tutan, ucsuz-bucaqsız düzənliklərin arasında yerləşən Qocaqışlaq kəndi min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvəsindən aşağı süzülən qızılı günəş şüaları kəndin dardaş yollarını, köhnə evlərin divarlarını və torpağın özünə məxsus zəngin ətirini oyadır. Sakinlərə yeni bir başlanğıc və sarsılmaz ümid bəxş edirdi. Kəndin sakinləri üçün ən qiymətli xəzinə maddi sərvətlər yox, atalarının buraxdığı müqayisə olunmaz dəyərlər idi. Sevgi, mərhəmət, ədalət və dürüstlük. Bu dəyərlər nəsildən nəsilə ötürülürdü və hər kəs keçmişin ağır xatirələrini, yaşanmış dərsləri və gələcəyin ümid dolu arzularını qəlbində daşıyırdı. Lakin son zamanlarda həyatın sürətli axışı, çətinliklər və kədər bəzən insanın öz nəzarətini itirməsinə və qəlbində qarışıqlıq yaradırdı. İşte bu zamanlarda diqqətli olmaq, hər bir kiçik detala qulaq asmaq və öz hissəsinə diqqətlə qulaq asmaq insanın ruhuna dərin izlər buraxırdı. Kəndin ən hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı Murad, uşaqlıqdan bəri Qocaqışlağın dardaş yollarında, köhnə evlərin sükutlu divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Onun atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə deyərdi: "Həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı dəyərlərlə yazırıq, qəlbimizdə yanan o diqqətli səs bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inamın və diqqətlə dinləmə bacarığının toxuması kimi dərin izlər buraxmışdı. Günlərin birində Murad təsərrüfat işləri ilə məşğul olmaq üçün erkən səhər yola çıxdı. O, atı Əqürür Əun üzərində kənddən uzaq, sərhədləri aşan geniş düzənliklərə və axan çayların sularına doğru yol aldı. Hər addımında atının ritmi ilə o, həyatın incə sirlərini, torpağın, dağların və çayın danışdığı hekayələri diqqətlə dinləyirdi. Murad üçün bu səyahət yalnız fiziki bir yolculuq deyildi, o, həm də insanın öz içindəki səsi, diqqətini itirmədən qulaq asmağı və həyatın hər anında gizlənən dərin ümidləri tapmağı öyrənirdi. Yol boyu Murad müxtəlif kəndlərdən keçdi. Bir kəndin dardaş yollarında gənc qadınlar evlərinin önündə toplanaraq atalarının nağıllarını danışır, hər bir hekayənin içində dərin mərhəmət və ümid izlərini saxlayırdılar. Başqa bir kənddə isə qoca kişilər günəşin batdığı zaman bir araya gələrək keçmişin acı və şirin xatirələrini paylaşır, hər kəs öz içində yanan diqqətli səsi dinləyirdi. Hər bir bu görüş Muradın qəlbindən insan ruhunun nə qədər zəngin və mürəkkəb olduğunu, hər kədərin içində gizlənən yeni ümid və diqqətli baxışların olduğunu bir daha xatırlatdı. Bir az sonra Murad geniş və sakit bir dərənin kənarına çatdı. Bu dərənin suları sakit və dərin idi, sanki zaman burada dayanmış, hər şey öz təbii dövranında davam edirdi. Murad dərənin kənarında dayanıb suyun sakit axışını diqqətlə izləyərkən, içində sanki unudulmuş, itirilmiş diqqətin qəlbdəki diqqətli səsin əhəmiyyətini bir daha anladı. Həyatın hər anı inkubasiya prosesidir, hər acı, hər kədər içimizdə yeni ümidlər, yeni başlanğıclar doğurur, deyə öz-özünə düşündü və qəlbində sarsılmaz bir qərara gəldi. O, yalnız fiziki səyahət etmək deyil, həm də öz hiss dünyasında diqqətlə, hər bir incə duyğunu qulaq asaraq yenidən nəzarəti qazanmalı idi. Muradın bu dərin düşüncələri və səyahəti kənddə Qəlbin Səsi adlı bir layihənin başlanğıcına çevrildi. Qayıtdıqdan sonra o, kəndin bütün sakinləri ilə bir araya gəlib, Qəlbin Səsi layihəsini elan etdi. Layihənin məqsədi hər kəsin öz içində yanan diqqətli səsini dinləməsi, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini yenidən canlandırması və həyatın hər çətin anında belə, qəlbdə yanan o müqayisə olunmaz ümid və diqqətli işığı itirməməsi idi. İclas zamanı Murad, səmimi və dərindən gələn səs tonunda belə dedi: "Əziz dostlar, həyatımızın hər anı, nəzarətin itirildiyi anlar, qəlbdə yaranan kədər və acılar, bizə yeni ümid və başlanğıclar doğurur. Biz atalarımızın eşq dolu nağıllarını dinləyərək, öz qəlbimizdə yanan o diqqətli səsi tapmalıyıq. Bu səs, bizim gələcəyimizə yön verən, hər çətinliyi sevgi və mərhəmətlə aşan müqayisə olunmaz işıqdır." Bu sözlər kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu və Qəlbin Səsi layihəsi kəndin mədəni həyatında böyük dəyişikliklərə səbəb oldu. Kəndin gəncləri Muradın rəhbərliyi ilə öz həyatlarında diqqətlə ürəklərində yanan o müqayisə olunmaz işığı tapmağa başladılar.
Gənc Tural, Fatimə xanım, Ramil və digər gənclər atalarının öyrətdiyi dəyərləri öz həyatlarına tətbiq edərək kəndin təsərrüfatında, məktəblərdə və bazarlarda yeni metodlar və ideyalar ortaya qoydular. Hər kəs həyatın hər anının, hər çətinliyinin, itirilmiş nəzarətin ardınca doğan yeni ümid və diqqətli səsin təcəssümü olduğunu dərk edirdi. Kəndin məktəbində müəllimlər uşaqlara diqqət və sevgi ilə dinlədiyimiz hər səs həyatın ən dərin dərsidir deyərək atalarının nağıllarını və müqayisə olunmaz dəyərləri öyrədirdilər. Bu layihə kəndin iqtisadiyyatında və mədəniyyətində yalnız maddi inkişafı deyil, həm də ruhani yenilənməni təmin etdi. Kəndin təsərrüfatı modernləşdi, yeni texnologiyalar tətbiq olundu və məhsuldarlıq artdı, lakin ən əsası hər kəs atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində yaşadaraq həyatın hər çətinliyini sevgi və inamla aşdı. İnsanlar hər acının, hər kədərin içində gizlənən diqqətli səsi, o müqayisə olunmaz ümid işığını taparaq öz nağıllarını yenidən yazmağa başladılar. Murad, Qürur adlı atı ilə keçdiyi uzun yolculuqda, hər addımda, hər nəfəsində öz qəlbində yanan o diqqətli səsi hiss edirdi. O, Qürurun sürətli və ritmik addımları ilə keçdiyi hər daş, hər yarpaq ona atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz ümidini xatırladırdı. Hər bir bu mənzərə ona insan ruhunun nə qədər zəngin və güclü olduğunu, hər kədərin, hər acının öz içində yeni ümidlər və diqqətlə dinlənməli olan dərin dərslər doğurduğunu bir daha sübut edirdi. Zaman keçdikcə qəlbin səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsi kəndin hər küncündə, hər evində, hər bazarında öz izini buraxdı. Sosial iclaslarda, ailə evlərində və məktəblərdə hər kəs atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini paylaşaraq diqqətlə dinləməyi və öz qəlbindəki səsi tapmağı öyrəndi. Hər kəs həyatın inkubasiya prosesində hər acının ardında doğan yeni ümidləri və müqayisə olunmaz dəyərləri eşidirdi. Kəndin hər bir sakini həyatın ən çətin anlarında belə qəlbində yanan o sarsılmaz ümid işığını, o diqqətli səsi, itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edirdi. Bir neçə il sonra Qızıloba kəndi yalnız modern təsərrüfatın və iqtisadi inkişafın simvolu deyildi, o, eyni zamanda atalarının öyrətdiyi müqayisə olunmaz dəyərlərin, sevgi və mərhəmətin sarsılmaz təcəssümü kimi tanındı. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o diqqətli səsi və ümid işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. Müəllimlər məktəbdə uşaqlara həyatın hər anı diqqətlə dinlənilməli, hər kədərin içində doğan ümid, hər acının ardında gizlənən dərs vardır, deyərək gələcəyin parlaq səhifələrini yazmağı öyrədirdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Qızıloba kəndinin hər bir sakinin qəlbin səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsinin və güclü ürəyin dastanı. Qürurun və sevginin yolculuğu dastanının gətirdiyi dərin dəyişiklikləri ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdilər. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümidin, diqqətli dinləmənin və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Qızıloba kəndi, atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbdə yanan sarsılmaz ümid işığını ürəklərində saxlayaraq, həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla davam etdirəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, diqqətli ürəyin dastanı, qürurun və sevginin yolculuğu adlı bu nağıl, Qızıloba kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxdı. Hər kəs atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və qəlbində yanan o müqayisə olunmaz ümid işığını unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam etdi.
Hər kəs həyatın hər anında, hər çətinliyində, qəlbində yanan o diqqətli səsi, o atalarının eşq dolu nağıllarında, hər kədərin, hər acının ardında doğan təzə ümidin və diqqətli dinləmənin sarsılmaz təcəssümün eşidərək, öz nağıllarını yenidən yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Beləliklə, Qızıloba kəndi, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbdə yanan, diqqətlə dinlənən sevgi işığını ürəklərində saxlayaraq, həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı, öz nağıllarının diqqətli ürəyin dastanı. Qürurun və sevginin yolculuğu dastanını yazaraq, gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq, həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən, öz nağıllarını sevgi və inamla davam etdirəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Qızıloba kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Beləliklə, diqqətli ürəyin dastanı, qürurun və sevginin yolculuğu adlı bu nağıl, Qızıloba kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə, qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi və inamla yazmağa davam etdi. Çünki onlar bilirdilər ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, İnsan ruhunu işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümidin, diqqətli dinləmənin və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Gələcək nəsillər bu dastandan ilham alaraq, həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər.